Son günlər Bakı şəhərində müşahidə olunan güclü leysan yağışları bir sıra fərdi yaşayış evlərinə və mənzillərə ciddi ziyan vurub. Xüsusilə şəhərin kənar ərazilərində yerləşən evlər və dam örtüyü zəif olan mənzillər daha çox zərər görüb. Təbii olaraq bu hadisə nəticəsində bir çox sakin də ziyan çəkib və çətin vəziyyətlə üzləşib. Həmin yerlərdən biri Abşeron rayonu Həsən bəy Zərdabi küçəsi 28 ünvanında yaşayanlar Today Press TV-yə danışarkən bildiriblər ki, yağış nəticəsində evlərini su basıb və suyun səviyyəsi bəzi yerlərdə qurşaq hündürlüyünə qədər qalxıb. Nəticədə evdəki bütün məişət əşyaları, divan, mebel, xalçalar, paltaryuyan və soyuducu kimi avadanlıqlar ciddi zərər görüb. 4 gün o cürünə zulumda qaldı, o da suyun içində. Elədir ki, bu bizə yardım eləsinlər, köməklik eləsinlər bu suya görə ki, su evimizi basıb, suya görə. Bəs burada belə deyək də, nə cür tədbir gördünüz özünüz? Özümüz belə 4 gün gəlin su atmadan da mən biraz yaşlıyam, böyrək xəstəsiyəm. Gəlin düşdü də işə ancaq suyu gəlin yazıq elə yaşlı 80 yaşında kişi ilə. Şikayətçinin dediyinə görə evə dəyən ziyanın ümumi məbləği təxminən 1000 manat civarındadır. Divanıma dəgib, mebelimə dəgib, onu paltaryuyan xaladenikində altı doldu suyla. Onlar indi bilmirəm, day nətər olacaq, bilmirəm Allah sana. Ondan sonra Kladokda 400 manata təzə almışım. Biz bir ay dörük, ona orada köpüb şişimdə çək edə bilərsiniz. Ona dəydi ziyan. Bizdən çoxsu kirayə idi, onlar məcbur doldu evləri, o çıxdılar getdilər. Digər sakin Könül Umudova deyib ki, bu müddətdə işə və dərsə getmək də mümkün olmayıb. Uşaqlar xəstəlik və gigiyenik problemlərlə üzləşiblər. Evin içi kanalizasiya ilə dolmuşdu, su ilə dolmuşdu. Bütün mebellər xarab olub, kuxnanın mebelləri təzə düzəlmiş. 2 mərtəbəli evdir. 2 mərtəbəli. Yaxşı ki 2 mərtəbəlidir. Çıxıb orada oturmuşuq biz. 4 gün aç-susuz olanımızı buradan yığıb, çirmələnib gedib orada oturmuşuq. Sakin bildirib ki, problem əsasən kanalizasiya sisteminin düzgün qurulmaması və ya işləməməsi ilə bağlıdır. Bununla yanaşıb ərazidəki bir çox yaşayış yerləri vasitəçilər tərəfindən tikilərək satılan evlərdir. Evimizi satıb uşaqlara görə gəldik buranı aldıq maklerdən. 4 aydır buradayıq. Kuxna mebeli, 2 dənə də stolum, bir də toz soranım. Da yorğan döşək heç olardı. Ailə dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini, lakin problemin tam həll olunmadığını bildirir. Onların əsas tələbi kanalizasiya sisteminin tam şəkildə təmizlənməsi və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün əsaslı təmir işlərinin aparılmasıdır. Su kanalizasiyasına, ondan sonra zibilliyənim hara lazımsa bizə nömrəni veriblər. Ora ancaq yığmışıq, kontur ancaq oraya gedib. Qəbullarına zorla düşmüşük, baxılacaq. Vəssalam, xahiş edirəm. Yəni bu birinci ildir də. Bunun qışı qabaqda gələcəkdir yenə də. İndi yayı biz sevinib oturub durmaqla deyil, olanlarımızı turlamaqla deyil. Bu qış yenə gələcək, xahiş edirəm. Böyük yuxarılardan kimlər baxırsa, bu kanalizasiyanı bir dəfəlik təmizləsinlər, düzəltsinlər. Bu cür təbii hadisələrin tez-tez baş verməsi və vətəndaşların ciddi maddi ziyanla üzləşməsi fonunda belə bir sual yaranır. Bu vəziyyətdə əhalinin öz əmlakını qoruması üçün hansı real imkanlar var və zərər baş verdikdə hansı addımlar atılmalıdır? Suallarımıza cavab verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Araz Əlaslanlı vurğulayıb ki, bu kimi təbii hadisələr bir daha göstərir. Sığorta artıq seçim deyil, zərurətdir. Onun sözlərinə görə hər bir vətəndaş öz əmlakını mümkün risklərdən qorumaq üçün sığortaya üstünlük verməlidir. Azərbaycan Respublikasında icbari sığorta üzrə Bakı şəhərində 50 manat ödəyərək 25 min manat təminat əldə edirsiniz ki, və deyə bilərsiniz ki, mən 25 min manat təminat mənim evim üçün azdır, mənim mənzilimin dəyəri 150-160 min manatdır. Bunda da bir sıxıntı yoxdur. Siz sığorta şirkətinə müraciət edərək könüllü qaydada öz əmlakınızı tam dəyərində sığortalatdıra bilərsiniz. Mütəxəssis bildirir ki, sığorta hadisəsi baş verdikdə ilk növbədə vətəndaş öz təhlükəsizliyini təmin etməli, daha sonra sığorta şirkətinin qaynar xəttinə məlumat verməlidir. Sığorta hadisəsi baş verdiyi təqdirdə siz nə etməlisiniz? Təbii ki, ilk növbədə öz təhlükəsizliyinizi təmin etməlisiniz. Daha sonraki prosesdə siz sığorta şirkətinin müvafiq qaynar xəttinə zəng edirsiniz və hadisə barədə məlumat verirsiniz.
mümkün qədər çalışıb hadisə ilə bağlı hadisə yerinə hər hansısa bir əşyanın yerini dəyişməmək və yaxud da müdaxilə etməmək daha məqsədə uyğun hesab edir ki, sığorta şirkəti tərəfindən hadisənin necə baş verdiyinə dair bir təsəvvür yarana bilsin. Mövcud hadisə faktını sığorta şirkəti gəlir, qəza ekspertləri mövcud vəziyyəti araşdırır və müəyyən öz qeydlərini sığorta şirkətinə təqdim edir. Ekspertin sözlərinə görə daha sonra sığorta şirkətinin mütəxəssisləri hadisə yerini araşdırır, aidiyyatı dövlət qurumlarından rəsmi məlumatlar alınır və zərərin məbləği müəyyən edilir. Bütün sənədlər və razılaşmalar tamamlandıqdan sonra sığorta ödənişləri adətən qısa müddət, təxminən bir həftə ərzində vətəndaşın hesabına köçürülür. Burada ilkin növbədə zərərin hesablanması prosesi başlanılır ki, və daha sonra qiymətləndirmə şöbəsi tərəfindən sığortalıya müəyyən məlumatlar verilir ki, sizin hadisə nəticəsində bu qədər ziyan dəyib və zərər məbləği bu qədərdir. Təbii ki, sizin öz seçiminizdən asılı olaraq deyə bilərsiniz ki, bəli, bu ayrılan məbləğ məni qane edir və mən bununla razıyam. Yox, əgər razı deyilsinizsə, yenidən sığorta şirkətinə müraciət edərək öz etirazınızı bildirə bilərsiniz. Sığorta məsələləri üzrə ekspert Şahin İsmailov isə bildirib ki, bəzi fərdi evlərin sığortalanmasından imtina edilə bilər. Fərdi evlərin icbari sığortalanması zamanı müəyyən şərtlər nəzərə alınır. Belə ki, seysmik zonada, sürüşmə zonasında yaxud çay yataqlarına yaxın ərazilərində tikilmiş mənzillərin sığortalanması zamanı sığorta şirkətləri imtina verə bilərlər. Çünki bu ərazilərdə tikilmiş fərdi evlər böyük risk daşıyıcısıdır. Bunu nəzərə alaraq sığorta şirkətləri özlərini böyük risk qarşısında qoymamaq üçün həmin əmlak sahiblərinə daşınmaz əmlakın icbari sığortasından imtina edə bilərlər. Yaşanan hadisə bir daha göstərir ki, güclü yağıntılar təkcə təbii fəlakət kimi deyil, həm də mövcud infrastrukturun vəziyyətini üzə çıxaran ciddi siqnal kimi dəyərləndirilməlidir.